Məzunlar ilk dəfə məktəb qapısından içəri daxil olan şagirdlər bugün həmin qapıdan gələcəyə doğru addımlayırlar. Son zəng bir son deyil, yeni başlanğıçların ilk səsidir. Məzunlar isə həmin səsi ürəklərində daşıyaraq həyatın yeni mərhələsinə qədəm qoyurlar. Ağ köynəklərə yazılan xatirələr, dostlarla vidalaşmalar. Bugün məktəblərin həyətində ən çox görünən mənzərə məhz budur. 11 il əvvəl məktəbə ilk qədəm qoyan şagirdlər artıq məzun adını daşıyırlar. Bugün gözlərdəki yaş da, üzlərdəki təbəssüm də eyni hissi ifadə edir. Məktəbə sevgi və gələcəyə ümid. Çox həyəcanlıyam. 11 illik doğma məktəblə vidalaşıram. Hisslərimi sözlə ifadə edə bilmərəm. Çünki bura mənim üçün çox əzizdir, sanki evim kimi idi. Və artıq yeni bir həyata keçirəm. Sanki bir dövr bitir, yeni bir dövr başlayır. Bütün məzunlara uğurlar arzulayıram. Bugün bizim için hem sevinçli gündür, hem de çok heyecanlanırıq. Çünkü bir dönemin sonu, bir döneminde daha ilkini yaşayırıq. Buradan bütün müəllimlərimə, əziyyəti olan məktəb direktorumuza, valideynlərimə dərin təşəkkürlərimi bildirirəm və bütün məzunlara da uğurlar arzu edirəm. Hayatımızın en vacip günlerinden biridir. Bugün biz uşaqlıq həyatına son qoyub bir olgunlaşmış dövrə keçirik. Hər birinizi təbrik edirəm. Məktəbinləri ömrümün ən şirin duyğulu qayğısız günləri. 11 il ərzində biz yeni dostlar qazandıq, yeni müəllimlər tanıdıq. Bunlar hamısı bizim üçün unudulmaz bir məktəb xatirəsidir. Bu da 11 illik həyatımda göstərdiyim ictimai nümunəvi davranışıma və ictimai həyatıma görə təltif olunan bir təşəkkürnamədir. Birinci siniflərdə məzunların son zəng sevincinə qoşularaq onlara uğurlar arzuladılar. Həyatlar şanslı olsun, uğurlu olsun. Təbrik edirəm. O gün olsun, universitetə qəbul olsun. Bugün bizim 115 şagirdimiz məzun olub. Mən hər birinə uğurlar arzulayıram. Hər birinə ən gözəl günlər, ən xoş anlar arzulayıram. Müəllimlər üçün də bugün adi gün deyil. İllərlə dərs dedikləri şagirdləri böyük həyata yola salırlar. Yüksək ümumi məktəbin məzunları arasında bu il 600-dən yuxarı bal yığan şagirdlərimizin sayı artıq 40 nəfəri keçibdir. Hətta xarici universitetlərə belə qəbul şagirdlərimiz var. Artıq onlar hazırlaşırlar, onları yola salmaq üçün təltif elədik hal-hazırda. Son zəng bir ayrılıq kimi görünsə də əslində yeni başlanğıçların xəbərçisidir. Bu gün münasibətilə bütün təbrik edirəm şagirdləri, məzunları. Hamımızı təbrik edirəm, bugün məzun oluruq. İnşallah hamımız istədiyimiz ali məktəbə qəbul olarıq, hamıya uğurlar arzulayıram. Valideynlər isə həm sevinir, həm də kövrəlirlər. Çünki indiyədək məktəbli olan övladları artıq həyatlarının yeni mərhələsinə qədəm qoyurlar. Qızımın son zəngidir. Mən bir ana olaraq çox sevincliyəm və çox xoşbəxtəm. Bütün analara bunu arzu eləyirəm. Məzunlara da yolları açıq, bəxtləri açıq, şansları bol olsun deyirəm. Müəllimlərinə, direktora, hamısına öz xüsusi təşəkkürümü eləyirəm. Mənimlə bərabər bu uşağı bu yaşa qədər onlar da böyüdü. Bugün hər birimiz sevinirik və xüsusilə qürur hissi duyuruq ki, övladlarımız Ulu Öndər Heydər Əliyev adını daşıyan liseydə təhsillərini artıq başa vururlar. Onlar artıq həyatlarının əsas mərhələlərindən birini yekunlaşdırıblar. Bütün valideynləri, bütün 11-ci sinifi başa vuran şagirdlərimizi səmimi qəlbdən təbrik edirəm və onlara həyatlarının növbəti mərhələsində yenə də uğurlar arzulayıram. Bakı şəhər üzrə təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 410 məktəbdə 37.222 şagird 11-ci sinifi bitirib. Əyani qiyabi tam orta məktəb və qiyabi siniflər üzrə 12-ci sinifi başa vuran 78 şagird də bugün məzunlar sırasındadır. Bu tədris ilində biz Bakı şəhərində bir çox yeniliklər baş verib. Əsasən biz rəqəmsal məktəb platformasını qeyd edə bilərik. Növbəti tədris ilindən artıq respublikanın bir çox regionlarda tətbiq edilməsi nəzərdə tutulur. Gəncədə Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumi təhsil məktəbində keçirilən son zəng tədbirində isə Elm və Təhsil naziri Emin Əmrullayev də iştirak edib. Məzunların formalarına ürək sözlərini yazaraq onlara həyatlarının yeni mərhələsində uğurlar arzuluyub. Son zəngin keçirilməsi uşaqların ən yadda qalan günüdür. Mənim inandığım budur ki, uşaqlar onu necə görürlərsə elə də keçirmək lazımdır. Təbii ki, burada tənzimləmə yalnız o istiqamətdə olmalıdır ki, uşaqların sağlamlığına və ya hansısa bir ictimai təhlükəsizlik baxımından olan məqamlar.
Məzunlar üçün bu gün həm sevinç, həm qürur, həm də kövrək yanlarla yadda qaldı. Onların qarşısında isə artıq yeni yollar, yeni arzular və yeni uğurlar dayanır. Ağcələskərli, Gülnisə Əfqari, Məhəmməd Hacızadə, ATV Xəbər.